Hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda Mercedes-Benz W124-ü emosiyalarla yox, tam real texniki baxışla analiz edəcəyik. Əfsanədir deyən də var, köhnədir deyən də. Amma biz bu videoda cavab tapacağıq. Hansı W124 alınmalıdır, hansı mühərriklər risklidir, hansılar ölməz sayılır, bu maşının real zəif cəhətləri nələrdir? Bu video W124 almağı düşünən yaxud artıq sürən hər kəs üçün bələdçidir. Eksteryer, xarici görünüş. W124 dizayn baxımından funksional aerodinamika üzərində qurulub. Künclər yumşaldılıb, ön şüşə mailidir, güzgülər hava axınına uyğun formadadır. Bu avtomobil dövrünə görə CD0129, yəni 0.29 sürtünmə qat sayısına malikdir ki, bu da 80-ci illər üçün çox yaxşı nəticədir. Xarici dizaynda əsas xüsusiyyətlər: nə artıq xrom, nə süni idman görüntüsü, sadəcə zamanı keçməyən klassika. İnteryer və salon. Salonun əsas fəlsəfəsi uzun müddət sür, yorulma. Oturacaqlar ortopedikdir, sükan bucağı və oturuş ideal balanslıdır, ön panel sürücüyə yönəlib. Materiallar: qalın plastik, real taxta komplektasiyadan asılı olaraq parça və ya dəri oturacaqlar. Bugün belə W124-ün salonu səssizdir, cırıltı azdır və dağılmır. Daxili özəlliklər və komplektasiyalar. Dövrünə görə W124 çox zəngin idi. Mövcud opsiyalar: avtomatik klima, son illərdə elektrikli şüşələr, elektrikli güzgülər, oturacaqların isidilməsi, tempomat, SRS hava yastığı, ASR və ABS. Bütün donanımlar və trim səviyyələri. Base, klassik minimum komfort komplektasiyası, elegans komplektasiya, xrom elementlər, yumşaq askı, Sportline, sərt askı və aşağı clearance və avantgard, fərqli interyer və rənglər. Bir də burada bir şey də diqqətinizə çatdırmaq istərəm. Bəziləri avantgardı elegansın da bir üst paketi kimi düşünür, amma əslində elegansla avantgard demək olar ki, bir-biri ilə eyni komplektasiyadır. Sadəcə elegans biraz daha komfort yönümlü, avantgard isə daha çox sportiv, biraz daha yerə yaxın və premium bir komplektasiyadır. Kuzo növləri: W124 sedan, S124 station wagon, S124 kupe, A124 kabriolet və V124 uzatılmış limuzin modelidir. Kuzolardan asılı olaraq bu avtomobilin adlandırılmasına fərqli hərf veriblər. Motorlar, bütün modellər və texniki göstəriciləri, benzin mühərrikləri. 200E və ya sonraki illərdə E200 adlandırılan variasiya, 2 litrlik M102 kodlu mühərrik, 118 at gücü və 172 Nm tork hasil edir. Yanacaq sərfiyyatı ortalama 9-10 litrdir. Zəncirin ömrü 300-350 min km, mühərrikin ömrü isə ən az 600 min km-dir. Zəif cəhəti isə avtomobilin karburatorudur ki, bu mühərrikdə bizim xalqımız arasında daha çox dozator və ya ponjektor kimi də adlandırılan yanacaq injeksiya sisteminə malikdir ki, bu da problem çıxarmağa bir qədər meyillidir. 230E modeli 2.3 litrlik M102 kodlu mühərrik, 132 at gücü və 200 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 10-11 litr, zəncirin ömrü isə 350 min km-dir. Mühərrik ömrü isə yenə 500-600 min km-ə qədər çıxa bilir. Zəif cəhəti isə yenə bu mühərrikdə də əvvəlki ilə eyni injeksiya sistemindən istifadə edilməsidir. 260E modeli 2.6 litrlik M103 kodlu mühərrik, 160 at gücü, 220 Nm tork, yanacaq sərfiyyatı 11-12 litr, zəncirin ömrü 400 min km, zəif cəhəti isə xüsusilə yüksək kilometrajlarda yağ sızmalarının baş verməsi. 300E modeli 3 litrlik M103 kodlu mühərrik, 180 at gücü və 255-260 Nm arası tork hasil edir. Yanacaq sərfiyyatı da 12-13 litr olarkən zəncirin ömrü yenə 400 min, hətta 400 mindən də bir qədər yüksəkdir. Zəif cəhət isə başlıq contasıdır ki, motor blokunun başlığı arasındakı contada bəzi hallarda sızmalar baş verə bilir. 300E-nin 24 modeli var. Bayaq dediyim 300E-dən bir qədər fərqlənir bəzi xüsusiyyətləri ilə. Burada artıq 3 litrlik M103 yox, M104 kodlu mühərrikdən istifadə edilib ki, bu bir qədər daha yeni və daha dözümlü, uzun ömürlü və problemsiz bir mühərrikdir. 220 at gücü və 265 Nm tork hasil edir bu variantda. Bir qədər daha güclüdür. Yanacaq sərfiyyatı 12-14 litr, zəncirin ömrü 300 min km. Zəif cəhətlər kabel izolyasiyasıdır ki, bu mühərrikin elektronikası bir qədər əvvəlki nəsildən daha zəif idi. 280 və 320E modeli 2.8 və 3.2 litrlik M104 kodlu mühərrik, 193 və 220 at gücü arası, tork isə 270 və 310 Nm arası dəyişir ilinə və bazarına görə. Yanacaq sərfiyyatı 12-14 litr ikən mühərrikin ömrü 500 min km-dir.
Zəif cəhəti Vrinin Kernels adlanan texnologiyadır. 400E və sonraki illərdə E420 olaraq adlandırılan variant hər ikisində 4.2 litrəlik V8 M119 kodlu mühərrikdən istifadə edilib, 280 at gücü və 400 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 14-16 litr qarışıq. Qeyd edim ki, biraz sport sürüşdə bu 20-20-nin üstünə belə çıxa bilir. Zəncir çox uzun ömürlüdür. Ən aşağı ehtimalda 400.000 km gedə bilir. Zəif cəhətləri xidmət bir xeyli bahalıdır bu avtomobildə. Ciddi bir xroniki problemi yoxdur, amma hər hansı bir detallı xüsusilə mühərrik bir problem çıxararsa təmiri biraz baha başa gələ bilər. 500E və ya sonraki illərdəki adlandırması ilə E500 modeli yenə M119 kodlu bu dəfə 5 litrəlik V8 mühərrikindən istifadə edilib ki, bu xüsusi bir versiyadır. Porsche ilə birlikdə Mercedes-in istehsal etdiyi versiya 326 at gücü və 480 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 18-20 litr. Zəif cəhət ehtiyac hissəsi və nadirlikdir ki, dediyim kimi Porsche ilə birlikdə istehsal edilib. Bəzi detalları Porsche ilə eynidir. Həm də köhnə bir avtomobil olanda tapmaq da bir qədər çətin ola bilər, bahalı olması ilə yanaşı. Amma çox özəl və xüsusi bir avtomobildir. Dizel mühərriklərində 200D 2.0 litrəlik OM 601 kodlu mühərrik 72-75 at gücü hasil edir. Yanacaq sərfiyyatı 6-7 litr. Zəncirin ömrü 500.000 km-dən yuxarıdır demək olar ki, bu da üstün bir cəhətidir. Zəif cəhət olaraq da deyə bilərəm ki, çox zəif dinamikasının olmasıdır. Avtomobil sürəti bir xeyli aşağıdır, həm də sürətlənməsi, torku da olduqca aşağıdır. 250D modeli 2.5 litrəlik OM 602 kodlu mühərrik 90 at gücü hasil edir. Yanacaq sərfiyyatı 7 litr. Zəncirin ömrü 600.000 km-ə qədər çata bilir. Yəni demək olar ki, motorla eyni zəncir ömrü var bu avtomobilin. Zəif cəhəti injektorun tez-tez köhnəlməsidir ki, bu avtomobildə də dozator ya bal injektor deyilən o yanacaq injeksiya sisteminə bənzər bir sistemdən istifadə edilib. 300D modeli 3.0 litrəlik OM 603 kodlu mühərrik 113-110 arası at gücü hasil edərkən yanacaq sərfiyyatı 7,5-8 litrdir. Zəif cəhəti yenə başlığın çatlamasıdır. Xüsusilə erkən illərdə belə bu baş verə bilər. Motor blokunda bəzi hallarda çatlamalarla qarşılaşa bilərsiniz. 300D turbo motor modeli yenə OM 603 kodlu mühərrikdən istifadə edilib, amma bu dəfə artıq turboludur və 143 at gücü 273 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 8-9 litr. Zəif cəhəti də soyutma sistemidir ki, bəzi hallarda hərarətlə qarşılaşmaq mümkündür. Qeyd edim ki, bu model ilk 4matik sisteminin istifadə edildiyi modellərdən bir dənəsidir. Ümumi zəif cəhətlərə baxdıqda paslanmanı bir zəif cəhət kimi göstərə bilərik, xüsusilə eşiklər və arxa qanadlarda. Vakuum sistemi elektrik naqilləri xüsusilə 90-cı illərdə avtomat qutularında gecikmələr. Xroniki problemlər M104-də kabel izolyasiyasıdır və OM 603-də də başlıq problemi. Şüşə qaldıran mexanizmlər bəzən tez-tez sıradan çıxa bilir. Həmçinin o illərdə istehsal edilmiş olan 202 Kuzo C klasslarda da bu problemi görmək olur. Arxa askı rezinləri tez-tez dəyişilməli ola bilir və klima sistemində də bəzən sızmalar ola bilir. Yekun olaraq W124 mükəmməl deyil, amma dürüst avtomobildir. Baxımlı olarsa hələ uzun illər sürülə bilər. Zaten dediyim kimi bu avtomobilin əsas önə çıxan xüsusiyyəti onun çox dözümlü və uzun ömürlü olmasıdır. Həm də onun dizaynı üzərinə illər keçməsinə rəğmən köhnəlmir. Hələ də həm klassik avtomobil kimi öz sözünü deyir, həm də tuning edilərək hətta drag yarışlarında belə istifadə edilir müəyyən ölkələrdə. Bir də E500 xüsusi versiyonundan əlavə bu avtomobilin E60 AMG adlanan bir versiyası da var ki, bu sonraki illərdə çıxıb və çox məhdud sayda istehsal edilib. 6 litrəlik V8 mühərrik burada önümüzə çıxır. Əgər istəsəz şərhlərdə bildirərsiniz, sırf bu avtomobil barədə E500 və E60 AMG xüsusi versiyalar barədə xüsusi ayrıca bir videoda çəkə bilərəm. Bundan başqa avtomobilin bəzi özəlliklərindən də istəyirəm ki, bu videoda sizlərə bəhs edeyim. Birincisi, əlbəttə önə çıxan komfort xüsusiyyətləridir ki, istənilən W124-ü alıb sürdükdə bu effekti siz hiss edəcəksiniz. Bəzi versiyalarda air suspensiyonlardan istifadə edilib, amma standart coil suspensiyonlu adi amortizatorlu avtomobillərdə belə bunu hiss edirsiniz ki, avtomobil sadəcə yumşaq deyil. Çox ileri səviyyə bir komfort var bu avtomobildə. Sadəcə yumşaq olan bir avtomobildə hər hansı bir tramplindən və ya dərin çuxurdan keçdikdə avtomobili bunu sönümləməsi bir qədər vaxt alır. Yəni tramplindən keçəndə bir dəfə tullanırsa, artıq tramplindən sonra da bir qədər yellənir, aşağı yuxarı çıxır, düşür. W124-də əgər oturub sürsəz onu görəcəksiniz ki, bir tramplindən və ya dərin çuxurdan keçərkən sadəcə 2 dəfə tak təkərin o keçmə səsini eşidirsiniz və bu qədər. Avtomobil bu qədər illər sonra belə artıq yeni avtomobillərlə də komfortda həqiqətən yarışa bilir. Hətta bir çoxundan daha yaxşıdır 2024 istehsalı avtomobillərdən belə.
Bundan başqa maraqlı bir funksiyası park halındaykən işıqlandırmasında bir xüsusiyyəti var ki, bu avtomobildə sadəcə sağ və ya sol park lampalarını ayrı-ayrı yandırmaq mümkündür. Bu da bir qəza halında, hər hansı bir halda avtomobili yol kənarına park etmisinizsə, digər avtomobillərin onu görə bilməsi üçün istifadə edilir. 4 farı birdən yanıq qoymaq çox tez akkumulatoru bitirə bildiyi üçün belə hallarda fikirləşib belə bir funksiyada avtomobilə qoyulub. Qeyd edim ki, bir çox modellərdə bu da komplektasiya olaraq gəldi. Webasto da var bu avtomobildə, yəni xarici isitmə sistemi. Mühərriki işə salmadan avtomobilin salonunu isitmək mümkün idi. Bundan başqa sadəcə Amerikan versiyasında istifadə edilmiş olan fərqli bir kliması da var. Onu da nəzərinizə çatdırım. Burada artıq sadəcə düymələr bizim qarşımıza çıxır. O klassik burğu ilə olan klima yoxdur. Belə dostlar, bugünlük məndən bu qədər. Növbəti videolarda görüşmək üzrə. Mənə dəstək olmaq üçün videoya like ata və kanalıma abunə ola bilərsiniz.